zona var. Bir zona ənənəvi zonadır, hansı ki, hər kəsin bacara bildiyi bir zonadır. Yəni bu zonanı hər kəs bacarır. İkinci olaraq baxdığınız zaman Vygotsky'nin yaxın inkişaf zonası var. Yaxın inkişaf zonası bir uşağa göstərdiyiniz, belə deyək də, nəysə öyrətdiyiniz daha doğrusu. Dəstək deməyək, öyrətdiyiniz vaxt, dövr, zamandır. Gəlin bunu əlaqələndirib bir də scaffolding var. Scaffolding də sizin yaxın inkişaf zonanızla aktual zonanın arasında baş verən bir prosesdir. Bu necə olur? Məsələn, mən bir uşağa bir fəaliyyəti öyrədirəm. Nəyi? Tutaq ki, qati ilə işləmə prosesini. Qati ilə işləmə prosesində qatini necə tutmaq lazımdır? Baş barmaq hansı halqaya keçir? Digər barmaqlar necə olur? Bu prosesi uşağa öyrətmişəm. Və bunu öyrətdiyim vaxt, dövr, zaman yaxın inkişaf zonasıdır. Və daha sonra bu uşaq qati ilə işləyəcək. Və mən düşünürəm ki, uşaq özü tək başına işləyə biləcək. Bunu işlədiyi zaman uşaq unudursa, mən onu yönləndirirəmsə, baş barmağımızı hansı halqaya salırdıq? Bəs digər barmaq hardadır? Bu zaman scaffolding olur. Və scaffoldingdə mən bir müəllim olaraq onu yönləndirirəm deyə, ümumiyyətlə fasilitator sözü belə bir şeydir ki, burada biz ümumiyyətlə hər hansı bir prosesə düzgün şəkildə istiqamət veririksə, orada ümumiyyətlə onun nəysə öyrənməsinə şərait yaradıramsa, yəni uşağı aktivləşdirirəmsə, mən fasilitatorluq edirəm. Yəni bu yalnız deyək ki, bir termin kimi yaxın üzr istəyirəm. Vygotsky'yə aid bu doğru söyləmiş olmaz. Yəni yalnız Vygotsky'yə aid olan bir termin deyil. Fasilitator özü onsuz da yönləndirir. Yəni fasilitasiya etdiyiz ümumiyyətlə belə bir şey deyimdə öyrənmə prosesini aktivləşdirən bir şəxsdir. Amma yönəldir. Tam şəkildə demir. Aydındır fikrim. Fasilitator ümumiyyətlə fasilitator bir şəxsdir. Yəni müəllim olaraq sizsiniz, şəxsin özünüz. Buna bəzən fasilitator kimi rast gələrsiniz, bəzən bələdçi kimi rast gələrsiniz. Aydındır, scaffolding siz yönəldirsiniz. Bəli. Yəni fasilitator bir şəxsdir mütləq, amma scaffolding hər hansı bir həm də yöntəmlərdir. Scaffolding işdir də, yəni o işte prosesdir. Prosesin özü prosesdə göstərəcək, yəni scaffolding o prosesin özüdür. Yəni oradakı göstərdiyiniz dəstəyin özü scaffolding. Nəyə scaffoldingə ehtiyac var? Hansı prosesdə? Aydındır fikrim? Çox sağ olun. Allah razı olsun. Başqa müəllimlər sualınız varsa buyurun. Yoxsa hər hansı bir mövzu demişdim, seçmişdiniz deyəsən. Hə, buyurun müəllimlər. Aha, mövzular aydındır sizə onda. Əla. O zaman ümumi reqlamentlə sual cavab edəkmi? Keçən səfər dərsi qoymuşdum bir dəqiqə səs verməyə, görək hansını seçmisiniz. Ya istəyirsiniz test işləyək, necə istəyirsiniz. Bir dəqiqə səs vermədə hansı dərsi seçmisiniz müəllimlər olaraq. Tələbatları seçmisiniz. Hə, tələbatlar mövzusu çətindir müəllimlər sizin üçün. Aha. İzahını verimmi? Hər hansı bir sualınız yoxsa tələbatlar mövzusuna keçək. Hər kəsin seçimi tələbatlardan yanadır. Aha, o zaman başlayaq. Eşidirsiniz müəllimlər? Bəli, müəllimə, gəlir səsiniz burada. Deməli müəllimlər, tələbatlar nədir? Tələbat odur ki, mənim ümumi olaraq bir şeyə tələbim, ehtiyacımdır. Tələbat ehtiyacdan yaranan bir prosesdir və məktəbəqədər dövr uşağının 3 əsas tələbatı var. Bunun birincisi ünsiyyətdir, ikincisi idrakdır, üçüncüsü ən yüksək və ən ali tələbat olan emosional tələbatdır. Mən ünsiyyət prosesində uşağa nə öyrədirəm və ümumiyyətlə ünsiyyət prosesində uşaq nə öyrənməlidir? Bir
bir uşaq əgər ki, belə bir şey deyək də, kiçik yaşdadırsa, məsələn, belə deyək də, bu 2-3 yaşındadırsa, ünsiyyət qurmağa can atmır. 3-4 yaşındadırsa, uşağın artıq ünsiyyət qurmağa meyli artır. Meyli artdığı zaman bu ünsiyyət nədən olur? Ünsiyyət tələbatından olmur. O istəyir bir əməkdaşlıq etsin. Əməkdaşlıq etmək istədiyi zaman da yaxınlaşır öz belə deyək də, həmyaşıdlarına, başlayır ondan əməkdaşlıq edib ünsiyyət qurmağa. Əgər onun tələbini ödəyirsə, o ünsiyyət davam edir. Yox, etmirsə, o ünsiyyət artıq davam etməməyə başlayır. Sonra gəlir uşaqlar sosial standartlaşdırılmış yaş dövründə artıq ünsiyyətin daha vacib olduğunu anlayırlar 5-6 yaşda. Ümumiyyətlə orada uşaqlar tələblərindən irəli gələrək ünsiyyətə daha çox can atırlar. Ünsiyyət tələbatımız dediyimiz tələbat cümlədə nitqlə bağlı nə görürsünüzsə, nitqin qrammatik quruluşu, semantik məzmunu, ümumi olaraq nitqin belə deyək də, daxili nitqə çevrilməsi, riyazi ölçüsü, bunun hər biri ünsiyyət tələbatında öz əksini tapır. Ünsiyyət tələbatı olaraq biz uşaqlarda ümumiyyətlə nitqin qrammatik quruluşunu ilk öncə öyrətməliyik. Bunu bir müəllim olaraq necə öyrədirik? Hansı ki, müəllimlər monoloji və dialoji nitqi məktəbə qədər dövrdə uşaqlara öyrədirik. Bir halda ki, monoloji nitq 5 yaşından başlayır. Amma bunun əvvəlində siz uşaqla bir dialoji nitq quraraq monoloji nitqə hazırlıq dövrü keçirirsiniz. Yaxşı, bir müəllim olaraq ünsiyyəti necə təmin edim? Və ünsiyyəti təmin etməyim üçün mən dialoji nitqi necə qurum? Sujetli rollu oyunlarda dialoji nitq qurulur. Dialoji nitq vasitəsilə ünsiyyət tələbatı öyrənilir, həm də uşağın nitq tələbatı da öyrənilir. Ünsiyyət tələbatında da nitqin qrammatik quruluşları öyrənilir. Məsələn, necə deyək? Tutaq ki, nitqin qrammatik quruluşu dedikdə feilin zaman şəkilçiləri, ismin hal şəkilçiləri və yaxud da ki, cəm şəkilçisinin düzgün şəkildə yerli yerində işlənməsidir. Məsələn, uşaq tutaq ki, deyir ki, tülkü deyir ki, mən sabah gəldim. Mən sabah gələcəm olacaq axı. Siz dayandırırsınız, deyirsiniz ki, sabah gəldim yox, sabah gələcəm deyir tülkü. Bu zaman neyləmiş oldunuz? Uşağın ünsiyyət tələbatını nitqin qrammatik quruluşuna tam şəkildə uyğunlaşdırdınız. Demək ki, qrammatik quruluşa uyğunlaşması üçün bir müəllim olaraq birinci dialoji nitqlə siz uşaqlarda iş aparmalısınız və orada qrammatik quruluşda ismin hal şəkilçiləri, cəm şəkilçiləri, bununla yanaşı feilin zaman şəkilçilərinin hər birini düzgün şəkildə uşaqlara öyrədirsiniz ki, cümlədə bu şəkilçilərin belə deyək, xəbər halında düzgün şəkildə istifadə etsin uşaqlar. Daha sonra biz uşaqlarda ümumiyyətlə nitqin riyazi ölçüsünü görürük. Riyazi ölçü dediyimiz nədir? Ümumiyyətlə siz hər hansı bir müsahibə zamanı uşağın nitqində nə qədər söz ehtiyatı var, bunu hesablamalısınız. Bu söz ehtiyatını da hesabladıqdan sonra daha sonra uşağın fəal lüğət bazasını artırmalısınız. Fəal lüğət bazasını necə artıra bilərəm? Məsələn, belə bir şey var müəllimlər. Bu ünsiyyət tələbatına aid deyil, amma ümumi olaraq tələbatlar içərisində verilir. Əşya, əşyalar sistemi. Əslində bunu ünsiyyətlə əlaqələndirməliyik. Necə? Tutaq ki, ünsiyyət tələbatında necə əlaqələnir? Uşağın nitqinə əgər fəal sözlər əlavə edirsinizsə, o əşyanı da öyrənir, əşyaları da öyrənir və əşyaların sistemini də öyrənir. Məsələn, əşya nədir? Əşya tutaq ki, deyirəm ki, diş fırçası. Sonra deyirəm ki, məsələn, tutaq ki, diş məzunu. Sonra da deyirəm ki, təmizlik vəsaitləri. Və bunların hamısı götürdüyünüz zaman əşya, əşyalar, əşya və daha sonra keçir o əşyaların sisteminə. Və yaxud da deyirəm qələm, dəftərlər, məsələn, tutaq ki, kitablar, sonra əşyalar, daha sonra gəlir məktəb ləvazimatı. Bu nə oldu? Əşyaların sistemi oldu. Və bunun hər biri əslində uşağın fəal lüğət bazasını formalaşdıran, genişləndirən hər hansı bir, belə deyək də, proseslərdir. Məsələn, tutaq ki, uşağı öyrədirəm ağartı sözündə kəsmikdir, süddür, qatıqdır, pendirdir, şordur. Bax, bunların hamısının ağartı sözündən olduğunu öyrədirəmsə, fəal lüğət bazasını formalaşdırıram, fəal lüğət bazasını genişləndirirəm və bunun vasitəsilə də nə olur? Uşağın ünsiyyəti genişlənir. Fəal lüğət bazasında uşağın nitqi genişlənir. Nitqlə əlaqəli olan hər bir şeyi gətirib qayıdacaqsınız fəal ümumi olaraq ünsiyyət tələbatına. Ünsiyyət tələbatında nitqi görəcəksiniz. Yaxşı, belə bir sual çıxır. Deyir ki, müəllimə, idrak tələbatında biz nitqlə bağlı heç nə görmürük, amma inkişaf sahəsi olaraq
nitqlə bağlı belə deyək də inkişaf sahəsi olan idrakda nitqi görürük. Niyə bunlar bu şəkildə verilir? Belə bir şeydir ki, müəllimlər, nitq insanın fərdi xüsusiyyətidir. Yəni mənə olan, xas olan bir şeydir. Necə xas olan? Uşağın özünün nitqidir və o nitq onun idraki ilə bağlıdır. Amma ünsiyyət ətrafla da bağlı olan bir proses olduğu üçün ünsiyyət tələbatında ümumiyyətlə nitqin formalaşması, daha sonra da ətrafı ilə uşağın ünsiyyət qurması şərtdir. Ona görə biz idrak tələbatında nitqi yox, ünsiyyətdə qoyuruq. Çünki uşağın birinci nitqi inkişaf eləməlidir ki, daha sonra ünsiyyət qura bilsin və ünsiyyət adında da bir inkişaf sahəmiz olmadığı üçün ona görə biz inkişaf sahəsində idrakda qoyuruq nitqi. Daha sonra biz ümumi olaraq nitqin qrammatik quruluşunu feilin dedikləri zaman çəkiciləridir, ismin hal çəkiciləridir, cəm çəkiciləridir. Bunlardan uşağa öyrədirik nitqində düzgün şəkildə yerli-yerində işlətməklə. Nitqin bir də semantik məzmunu var. Semantik məzmunda mən uşağa sinonim sözləri öyrədirəm. Sinonim sözlər fəal lüğət bazasını artıran sözlərdir. Məsələn, gözəl sözü qəşəng, göyçək sözü ilə əvəz edilə bilər. Amma tam eynilik təşkil etməsə də bir-birinə yaxın sözlər olduğunu uşaq bilməlidir. Bu semantik məzmundur. Və yaxud da ki, tutaq ki, bir uşaq mübaliğədən istifadə edirsə, təşbih deyirsə, məsələn, deyir ki, uşaq qaçır, deyir, quş kimi uç deyə, amma quş kimi uçmur da, uşaq sadəcə bənzədir və yaxud da mübaliğə edir, həddindən artıq fantastik bir düşüncələr söyləyirsə, burada artıq nitqin semantik məzmununun inkişafı deməkdir. Daha sonra biz ümumiyyətlə uşaqlarda nitqin quruluşunda daxili nitqin də inkişaf etdiyini görürük bu dövrdə. Daxili nitq nədir? Bəzi ədəbiyyatlarda görə bilərsiniz 3 yaşlarda, bəzilərində görə bilərsiniz 5 yaşlarında uşaqların əmək fəaliyyətində, ola bilər ki, təlim fəaliyyətində, ola bilər ki, hər hansı bir fəaliyyətində nitqi 2-3 dəfə zəifləyir və bəzən bunu bir özünə qapanma kimi qəbul edir müəllimlər və yaxud da ola bilər ki, mütəxəssislərin bəzi belə qəbul edir ki, uşaq özünə qapanır. Əslində daxili nitq özünə qapanma deyil. Daxili nitq uşağın məhsuldarlığının daha artıq olmasıdır. Yəni uşaq daxildən danışır. Ümumiyyətlə səs artikulyasiyasında, səs aparatında o səs çıxmır, amma uşaq daxillə həqiqətən məhsuldar şəkildə gördüyü fəaliyyəti yerinə yetirir. Yəni daxili nitq heç də uşağın qapanma halı deyil. Yəni koqnitiv imkanların daha da genişlənməsi deməkdir. Nitqin riyazi ölçüsü dediyimiz zamanda biz ümumiyyətlə bir müəllim olaraq uşaqların nitqini hər zaman yoxlamalıyıq ki, neçə söz işlədir. Məsələn, uşaqlar ümumi olaraq körpələr qrupundan 30-60 sözdən, 4-5 yaşlı qrupdan 120-200 sözə qədər daha çox sözlərlə, daha belə deyək də, getdikcə yaş səviyyəsinə uyğun olaraq fəal lüğət bazasında daha çox söz olmalıdır. Məsələn, əgər biz 5-6 yaş uşaqlardan danışırıqsa, biz istedadlı uşaqlarda daha çox söz ehtiyatının 150-dən, 200-dən çox olduğunu görürük ki, onlar fərqli sözlərdən istifadə edə bilirlər. Amma normal olaraq 100 ədəd belə deyək də, fəal lüğət bazalarında, yəni lüğət bazalarında söz olmalıdır. Bir də ki, müəllim olaraq fəal lüğət bazasını hər zaman aktivləşdirməlisiniz. Lüğət bazasında uşağın pasiv sözləri də olur. Pasiv söz dediyimiz zaman nədir? Məsələn, uşağa deyirsən döşəmə, yerə baxır, amma onu heç bir zaman cümləsində işlətmir. Tavan deyirsən göyə baxır. Əslində o sözü anlayır. Onun pasiv lüğətindədir. Biz onu aktivləşdirməliyik. Aktivləşdirmək üçün də gündəlik belə deyək də, fəaliyyətlərdə o sözlərdən istifadə etməliyik ki, uşağın fəal lüğət bazası genişlənsin. Məsələn, hətta belə bir şey deyim ki, mən təlimlərdə olduğum zaman xarici ölkələrin belə deyək də, müəllimləri müqayisə edirlər. Azərbaycan bu həm də Türkiyədə aiddir. Türkiyənin özündə belə. Bizlərdə məsələ burasındadır ki, uşaqların hər birində idrak çox üstündür və mən bunu hətta bir təlimdə özüm belə söyləmişdim ki, mən düşünürəm və hətta araşdırmalar da belə nəticəyə gəlir ki, bizim uşaqların idraki çox geniş şəkildə inkişaf edib. Necə? Baxdığınız zaman bunu müəllim olaraq da görə bilərsiniz. Sinif müəllimləri bundan daha çox şikayətçidir, hətta orta məktəbdə. Məsələn, riyazi bacarıqları bizim uşaqların baxdığınız zaman inkişaf etmiş ölkələrə daha çoxdur, amma ünsiyyət qura bilmirlər. Niyə ünsiyyət qura bilmirik? Çünki fəal lüğət bazamız çox azdır. Hətta bu böyüklərə belə aiddir. Niyə fəal lüğət bazamız çox azdır? Bunun bir neçə əslində səbəbi də var. Müəllimlər bilmir.
bizim sözlərimiz, belə deyək, qrammatik quruluşumuz, dilimizin qrammatik quruluşu da uşaq dilinə yaxın deyil. Niyə? Çünki bizdə müəyyən tələblər var. Birinci mübtədə gəlməlidir, sonra tamamlıq, təyin və yaxud da ki, zərflik, daha sonra xəbərə keçməliyik, düzdürmü? Burada bir hər hansı standart bir tələb var. Amma xaricə baxdığınız zaman uşağın öz dili var və məsələn ingilis dilinin özü uşaq dilindədir. Tutaq ki, necə? Bax, uşaq dil atanda demir ki, mən bağçaya gedirəm. Deyir ki, mən gedirəm bağçaya. Məsələn, gəlin ingilis sözü ilə də baxaq. I go to, məsələn, kindergarten. Eynən kitab, belə deyək də, uşağın dilində olan sözdür. Ki, yəni, mən gedirəm bağçaya. Gördünüz, uşaq belə deyir, mən bağçaya gedirəm demir. Və o zaman onların fəal lüğət bazası daha çoxdur və ümumi olaraq bizdə bilmirəm bu, mən araşdırmışam, əslində nəzərə alınmır. Ümumi olaraq uşaqların 12 illik təhsil sistemində, xaricdə inkişaf etmiş ölkələrdə, onların 12 illik təhsil sistemində uşaqların qarşısına müəyyən sözlər qoyulur. Məsələn, bir uşaq məktəbi bitirənə kimi 75 mindən çox söz öyrənməlidir. O sözündə bütün hafizə falan hər bir şeyə baxdığınız zaman 12 ildən sonra onun fəal lüğət bazasında ən azı 5000 söz olmalıdır. Bizə baxdığımız zaman ən çox belə deyək də savadlı uşaqlar belə 400-500 sözü keçə bilmir. Yəni fəal lüğət bazasında 400-500 sözdən çox söz yoxdur. Bu qrammatik quruluşun mürəkkəb olması ilə də əlaqəlidir. Biz uşaqlara ümumiyyətlə ünsiyyət öyrətmirik, çox danışmaq, özünü ifadə etmək. Yəni biz daha çox idraki proseslərə təhlil et, problem həll et, bu kimi. Amma danışmağa çox şərait yaratmırıq. Bir də fərqli sözlərdən istifadə etmək. Məsələn, mən məsləhət görürəm. Bir dəfə hətta müəllimlərə müsahibə mərhələsində də bunu məsləhət görmüşəm. Gün ərzində özünüzə də aiddir. Bunun gündəlik həyatda mən də edirəm. Məsələn, hazır belə deyək də keçən həftə ərzində, hər həftədə yazıram mən bunu. Sizə də məsləhət görürəm ki, uşaqlara da bunu, evdəki uşaqlarınıza da. Məsələn, mən fəal lüğət bazama heç bir zaman işlətmədiyim, amma Azərbaycan sözlərini məsələn gətirirəm, onu həftə ərzində işlədirəm. Hansı ki, o sözü mən fəal lüğət bazamda daha öncə görmürdüm. Məsələn, indi mənə xoş gəlir icazkar sözü. Keçən həftə işlətmişəm, bu həftədə bir neçə belə deyək də cümləndə işlətmişəm. Məsələn, bunu siz də etsəniz, həqiqətən görürsünüz ki, fəal lüğət bazanız genişlənir. Hansı ki, bu sözü heç bir zaman işlətməmisiniz. Lüğət bazanızı genişləndirmək həm də hafizəni gücləndirir. Yəni, bunu uşaqlarda da sınamalıyıq, çünki çox məhduddur. Sözlər, cümlələr həqiqətən çox məhduddur. Bir də uşağın özünü ifadə etməsinə, düzgün danışmasın, danışsın. Məsələn, qrammatikanı qorusun, amma sözlərinin yerini, xəbəri, mübtədənin dəyişməsinə şərait yaradırsınızsa, uşaq danışmaqdan əl çəkməyəcək. Bunu da deyim, ünsiyyət tələbatı budur müəllimlər. Tam olaraq, yəni ünsiyyəti də qurmağınız üçün mütləq şəkildə fəal lüğət bazası genişlənməlidir, uşağın özünü ifadə etməsinə şərait yaradılmalıdır. Yeni sözlər hər gün lüğət bazasına əlavə olunmalıdır. Qrammatik quruluşa əməl edilməlidir. Bunlar hamısı şərtdir. Bir də sosial standartlaşdırılmış yaş dövrü gəlir. Ünsiyyət tələbatının içərisində də görürsünüz 5-6 yaşında. Burada da necədir? Sosial standartlaşdırılmış nitq dövründə artıq uşaq, məsələn, standartlaşdırılmış nitq dövrü dedikdə biri var, tənzim edici funksiya var nitqdə. Belə bir söz yəqin ki, eşitmisiniz. Biri də var ki, uşağın özünü tənzim etməsi. Biri var ki, mən davranışımı tənzimləyirəm. Hərəkətimi. Bir də var ki, sözlərimi, məsələn, uşağın danışarkən sözlərini seçməsi, nəzakətli sözlərdən istifadə etməsi falan burada da özünü göstərir ki, hansı ki, 5-6 yaş sosial standartlaşdırılmış nitq dövründə nitqin tənzim edici funksiyasında öz əksini tapır. Bu da ünsiyyət tələbatımız. Daha sonra gəlirik idraki tələbata. İdraki tələbat əslində özünü belə bu şəkildə göstərir ki, mən əgər idrak tələbatından danışıramsa, idrakla bağlı bütün proseslər özünü idrak tələbatında göstərir. Məsələn, necə? Tutaq ki, fərqləndirmədir, müqayisə etməkdir, təhlil etməkdir, induksiyadır, deduksiyadır. Yəni, burada ümumi olaraq bir uşaqların belə deyək də tənqidi yanaşmasıdır, məntiqi düşünməsidir. Bunun hamısı idrak tələbatında öz əksini tapır. Məsələn, idrakın inkişaf sahəsinin özü belə, məsələn, idrak nəzəriyyəmiz belə. Bunun hamısı idrak tələbatında özünü göstərir və idrak tələbatında uşağı daha yaxşı idraki proseslərə cəlb etmək üçün sizdə motivasiya qurmaq tələb olunur. Motivasiya qurmaq üçün nə lazımdır? Biri var ki, mən
məşğələ üçün motivasiya qururam. Bir də var ki, ümumi olaraq uşağı bir idraki fəaliyyətə gətirmək üçün ola bilər ki, bu bütün fəaliyyətlərlə bağlıdır. Burada mən motivasiyanın prinsiplərini nəzərə almalıyam. Motivasiyanın prinsipi dedikdə əslində motivasiyanın 4 əsas prinsipi var. Birinci prinsip odur ki, mən problemin həllində belə deyim də məsələn, tutaq ki, bir problem həll edirik uşaqlarla bir yerdə. Mən o problemin həllində öz fikrimin doğruluğu üzərində təkidlə dayanmıram. Yəni uşağın fikrini də söyləməsinə şərait yaradıram ki, onun idraki fəaliyyətə keçə bilsin. Yəni orada onun idraki fəaliyyəti öz belə deyək də işini görsün. Niyə? Çünki fikrini əsaslandıracaq, arqument gətirəcək, problemi həll etməyə çalışacaq, bir mühakimə irəli sürəcək. O zaman artıq uşaq özünü orada sərbəst hiss edir. Məsələn, tutaq ki, mən əgər o uşağı görürəmsə, mütləq şəkildə onun mənlə işləməsinə də şərait yaratmalıyam. Və üçüncü olaraq mən orada uşağı belə deyək də bir növ mütləq şəkildə təqdir etməliyəm ki, uşaq görsün ki, mən onun fəaliyyətini görürəm. Yəni motivasiya üçün bunlar şərtdir. Bir də mən burada uşağı motivasiya etmək istəyirəmsə, idraki bir fəaliyyətə gətirmək istəyirəmsə, burada uşaqlarla birlikdə yəni nəticələrimizi, nail olduğumuz hər hansı bir şeyləri təhlil etməyə başlayacağam. Bunun hamısı motivasiyanın prinsipləri içərisində öz əksini tapır. Bu ümumiyyətlə idrak tələbatının əsas şərtlərindəndir və ümumi olaraq biz belə deyək də pedaqoji ədəbiyyatda motivasiyanın növlərini görürük. O motivasiyanın növlərində mənə kömək et, oyuncağına kömək et, məsələn, yeni bir şeylər yaradaq. Bunun hamısı motivasiyanın növlərinin içərisində də öz əksini tapır ki, burada artıq sən uşağı motivasiya edirsən və uşaq da artıq məsələn tutaq ki, sənin köməyə ehtiyacın olduğunu anlayır, oyuncağın köməyə ehtiyacı olduğunu anlayır, səninlə yeni nəsə yaratmağa çalışır. Bu da idrak tələbatında öz əksini tapır. Daha sonra ən ali tələbata gəlirik ki, bu öz əksini tapır emosional tələbatda. Emosional tələbat nədir? Ümumiyyətlə emosional tələbat iki hissədən ibarət olan bir şeydir. Burada biz daxili və xarici motivi görürük. Əslində belə bir şey deyim ki, emosional tələbat hisslərlə bağlı olan bir şeydir. Amma emosiya ilə hiss arasında fərq varmı? Əlbəttə ki, var. Məsələn, emosiya ani bir proses olduğu halda hiss daha uzun müddətli bir prosesdir. Ani bir hiss nədir? Məsələn, qorxu keçirirəm, həyəcan keçirdirəm, sevincdir, qəzəbdir. Bunun hamısı ani bir prosesdir. Amma əgər hissdən danışıramsa, məsələn, mənim məsuliyyət hissim, mənim sevgim, mənim nifrətim, bu uzun müddətli bir prosesdir. Amma emosiyan varsa hissləriniz də inkişaf edir. Və bu emosional tələbatda öz əksini tapır. Emosional tələbat özünü üç şəkildə bir üzə verir. Bu əxlaqi olaraq, estetik olaraq və intellektual olaraq öz əksini tapır. Əxlaqi olaraq dediyimiz zaman burada biz əxlaq tərbiyəsindən də danışa bilərik. Burada ümumi olaraq bir insanın öz emosiyasını idarə etməsi. Məsələn, tutaq ki, necə əxlaqi olaraq dürüst olması, mərhəmətli olması, vicdanlı olması bu nəzərdə tutulur. Yaradıcı olması dedikdə emosional tələbatda o nəzərdə tutulur ki, hər kəsin yaradıcılığı fərqlidir və onun şəxsiyyətinə aid olan bir şeydir. Yəni burada ümumi olaraq o kənar motivlərdə yox, öz daxilində yaradıcılığa keçir. Bir də intellektual hissəsi var orada. Və hisslərin üç yerə bölünməsi, orada əslində emosional tələbatda emosional intellekt var orada. Emosional intellekt olaraq da bizim hisslərlə hərəkət etməyimiz, hətta əşyalar sistemini belə emosional intellektinə aid edirik. Niyə orada intellektə aid edirik? Çünki orada biz emosional iradi bir hazırlıq görürük və bunun üçün bir uşağın hisslərlə hər hansı bir şeyə öz içindən gələrək əşya maraq göstərməsi, o əşya haqqında nə isə ümumi olaraq belə deyək də öyrənməsi, onu əşyalar daha sonra əşyalar sisteminə daxil etməsi lazımdır. Amma belə ümumiləşdirdiyiniz zaman emosional tələbatda empatiyadır, özünü tənzimləmədir, özünü dərk etmədir, özünü ifadə edə bilmədir. Bu proseslərin hamısı emosional tələbatda öz əksini tapır. Aydındır müəllimlər? Sualınız varsa buyurun. Aha. Varmı sualınız müəllimlər? Axşamınız xeyir olsun müəllimə. Axşamınız xeyir xəyali müəllimə. Müəllimə, əgər imkan varsa sensor tərbiyədən də danışardınız da biraz. Dünənki mövzu nəsə mənə qaranlıqdır.
Aha, yaxşı müəllimə. Sensor tərbiyə ümumi olaraq müəllimlər sensor tərbiyə və sensor təcrübə öz əksini tapır sensor tərbiyə prosesində. Təcrübə uşağın tək başına bir şeyi əşya ilə oynayıb onu tanıması, kəşf etməsi. Tərbiyədə artıq müəllim kimi siz də o prosesdəsiniz və bilirsiniz ki, sensor tərbiyə ikinci körpələr qrupundan etibarən bir məşğələ prosesi kimi keçirilir. Amma ümumi Müəllimlər burdasınız. Bəli, bəli, burdayam Günel müəllim. Eşidirsiniz məni? Mən burdayam. Müəllimlər, məni eşidir? Bəli, müəllimə eşidirik. Hə, Eşidirik. sensordan danışırdıq müəllimlər. Sensor tərbiyə ümumi olaraq müəllimə təcrübə kimi kiçik yaşlı uşaqlarda öz əksini tapır. Burada biz qavrayışdan danışırıq. Yəni bir uşağın qavraması, əşyaları qavraması, ona manipulyasiya edərək, perseptual əməliyyatlarla, sensitiv dövrdə, tanıma dövründə olaraq onu qavramasıdır. Yəni burada necə ağzına aparır, əşyanı ağzından selikli qışa gəlir, hissələri ayırmağa çalışır, onu təcrübədən keçirir. Təcrübə dövrü, qavrayış dövrü sensor təcrübə dövrüdür. Yəni onu anlaması dövrüdür. Daha sonra gəlir sensor mədəniyyət. Sensor mədəniyyət adətən 3-4 yaşlı uşaqlarda öz əksini tapan bir prosesdir və bu mədəniyyəti elmə Montessori gətirib. Sensor mədəniyyət dediyimiz zaman hiss üzvlərini məşq etdirərək biz uşağın ətrafı dərk etməsidir. Hiss üzvü dediyimiz 5 hiss üzvündən gedir ki, görmədir, eşitmədir, dadmadır, qoxlama, bir də taktil anlayışı, toxunaraq, dəri ilə. Və burada da necə olur? Əslində Montessori mədəniyyətinə baxdığınız zaman, sensor mədəniyyətə baxdığınız zaman siz bütün dad belə deyək də formalaşdırmaq istəyirsiniz, qoxu formalaşdırmaq istəyirsiniz. Orada cüt flakonlardan istifadə edirsiniz. Məsələn, necə? Tutaq ki, mən uşaqlarda qoxunu formalaşdırmaq istəyirəm. Cüt flakonlar qoyuram. Yasəməni qoydum, nərgiz var, daha sonra bir dənə də yasəmən olmalıdır, bir nərgiz də olmalıdır, 2 gül qoxusu olmalıdır. Uşaq yasəməni qoxlayıb, daha sonra nərgizə, daha sonra yasəmənə keçəndə nərgizlə yasəmən arasındakı qoxunun fərqini hiss etməlidir. Burada qoxu öyrədirsiniz, eşidərək, müxtəlif səslər verərək səsi öyrədirsiniz. Nəyəsə toxunduraraq, məsələn, tutaq ki, tüklü fakturasına və yaxud da ki, relyefli bir faktoraya toxunduraraq orada bərki və yaxud da ki, yumuşağı uşağa öyrətməyiniz, orada taktil anlayışıdır. Və yaxud da daddırmağınız, müxtəlif meyvələr, almanı daddırdınız, sonra armud yenə alma daddıraraq almanın uşağın dadını belə deyək də fərqini anlamasına. Bunun hamısı sensor mədəniyyətdir. Daha sonra gəlir sensor etalon. Etalon artıq hamı tərəfindən dərk edilmiş bir şeydir. Məsələn, forma etalonu, var həcm etalonu, bunun hamısı rəng etalonu. Yəni hər kəs tərəfindən dərk edilən bir şeydir, amma ki uzun müddətli bir prosesdir. Elmdə Zaporojets tərəfindən gətirilib. Niyə uzun müddətli bir prosesdir? Məsələn, saat, zaman etalonu var. Zaman etalonu məktəbə qədər dövrdə formalaşmır. Gedir çıxır kiçik məktəbli yaşına qədər. Çünki uşaqlar 3-cü sinifdə, 2-3-cü sinifdə tam şəkildə saatı dərk edirlər. Və yaxud da ki, rəng etalonu onlarda tam formalaşmır. İbtidai sinifə qədər gedir. Məsələn, göy dediyiniz zaman bəzi uşaqlar yaşıl rəngi anlayır, bəzi uşaqlar mavi, göy rəngin tam şəkildə ayırd edə bilmirlər. Yəni ona görə ayırd etmə yoxdur deyə uzun müddətli bir proses olur sensor etalon. Aydındır müəllim? Aha, Bəli, müəllimə, var olasınız. Çox sağ olun. sağ olun. Aha, müəllimlər, başqa sualınız varmı? Buyurun. Mövzumuz emosiya. Hə, tələbatlar oldu müəllimə mövzumuz. Müəllimlər, niyə passivsiniz bugün? Sualınız yoxdur? Sizdən.
Buyurun müəllim. Müəllimə, siz mənə iş üsulu ilə iş formasının fərqini deyin. İş üsulu dedikdə müəllimə, iş üsulu müəllimin keçdiyi dərsin formasıdır. Yəni iş üsuludur. İş forması dedikdə uşaqların oturuş qaydası. Yəni uşaqlar həmin oturuş qaydasında məsələn qrup formasında oturur. Belə başa düşürəm mən. İş üsulu dediyimiz zaman ümumi olaraq müəllimin bir məqsədə çatması üçün seçdiyi yoldur, vasitədir. Bəli. Amma forma Bəli. dediyimiz zaman bunu necə keçir, kimdən keçir? Yəni doğru. Uşaqların elə bir ki, oturuş forması da, yəni ki, qrup şəklində oturur, fərdi yanaşırsa fərdi, Düzdür. qrup. Müəllimə, müzakirə ilə əqli hücumun fərqi nədir? Deməli, əqli hücumdan müəllimə, yox, nəqli. Əqli hücumla müzakirənin fərqi. Əqli hücum uşaqların idrak fəallığı, həm motivasiya xarakter, yəni ki, uşaqlarda motivasiya yaradır, həm də uşaqlarda idrak fəallaşdırır uşaqlarda. Müzakirədə isə suallar şəklində olur da, açıq suallar şəklində. Mənə bir məşğələ qurun. Məşğələ prosesindəsiniz. Siz mənə burada əqli hücum yaradın, birində də müzakirə. Məsələn, ətraf aləmlə tanışlıq məşğələsində, məsələn, qış mövzusunda, mövzumuz qış mövzusundur. Burada əqli hücum dedikdə birinci, məsələn, qardan adam şəkili qoya bilərik, sonra qar dənəciyi qoyuruq. Uşaqlarda, məsələn, suallar verir ki, ilimizin neçə fəsli var, ən sevdiyimiz fəsil, uşaqlar, məsələn, qış fəslində havalar necə olur? Bu, uşaqlarda əqli hücumdur da, yəni ki, uşaqlarda ilkin versiyalar əmələ gəlir. Müzakirə dedikdə isə, burada biz suallar şəklində deyirik ki, qışda nə yağır, uşaqları qışda qar necə olur, qarda nə oynayırıq? Müzakirədə artıq. Müzakirə deyil mənim onda o. Mövzunun belə deyək, tətbiq etmək mərhələsində müzakirə olur. Əsas hissəsində də, yəni tətbiq etmədə. Hə, tətbiq etmədə müzakirə olur. Yəni müzakirə tətbiq etmədə olur, yoxsa dərk etmədə olur axı. Dərk etmədə. Tətbiq etmədə, tədqiq. Tədqiq, hə? Tədqiq. Hətta elə bir şey mənim tədqiq etmədə biri var. Tədqiq yox, tədqiq. Araşdırmada. Bəli. Müəllimə, olar mən deyim. Buyurun. Mən belə başa düşürəm ki, əqli hücumda nəticələr, uşaqların dedikləri fikirlər həmin anda qiymətləndirilmir. Yəni səhvi düzü qiymətləndirilmir. Əqli hücumda uşaqlar hamı fikirlərini deyir. Müzakirədə isə uşaq fikrini dedikcə müəllimə deyir düzdür, səhvdir, afərin. Mən belə başa düşürəm ikisinin fərqini. Qarşılıqlı fikir mübadiləsidir. Müzakirə. Əqli hücumda uşaqlar... Müzakirədə tətbiq etdiyimiz mərhələdə olmur ki, tətbiq etdiyimiz mərhələdə. Tətbiq yox, tədqiq müəllimə, tədqiq. Yəni birlikdə araşdırırıq informasiya. Tədqiq nə demək? Araşdırma, yəni tərk etmək. Araşdırdığımız zaman müzakirədir. Gəlin bir dənə biz məşğələ prosesində olaq. O prosesdə həm əqli hücumdan istifadə edək, həm də müzakirədən. Hə, edək. Bəli. Və orada da müzakirə ilə əqli hücumu tapaq. Yaxşı? Bəli, müəllimə. Uşaqlar, baxın şəkilə diqqətlə. Şəkildə nə əks olunub? Şəkildə almalar var. Neçə alma var şəkildə? Şəkildə 4 alma var. Bəs neçə uşaq var? 5 dənə uşaq var. Uşaqlar, biz bu almaları, 5 dənə almanı, yox, 4 dənə almanı 5 uşaq arasında necə bölək? Ya da belə deyək. Şəkildə 5 dənə alma əks olunub.
2 dənə uşaq var və biz bu 5 almanı 2 uşaq arasında bölməliyik. Biz necə edək ki, bu almaları bölək? Hə? Burada Hə. uşaqların sual ünvanladım. Uşaqlar da bir-bir mənə fikirlərini söyləyirlər. Düzdür? Fikirlərini necə söyləyəcəklər? Qısa şəkildə. Müəllimə, biz burada nə etməliyik? Biz burada belə deyək də, almaları paylaşdırmalıyıq. Heç məsələn uşaqlara almaları verək ki, yox müəllim bunu əqli hücum formasında aparır və bu 5 dəqiqə vaxt aparır. Şəkilə baxır, bir orada şəkildə əsaslandırır. Sonra müzakirəyə keçəndə, tədqiqə, yəni dərk etməyə keçəndə, burada artıq uşaqlar öz fikirlərini söyləyir və əsaslandırırlar. Məsələn, deyir ki, biri 5 dənə almadır, ikisini birinə verək, ikisini birinə verək, birini ataq. Digəri deyir ki, 5 dənə almadır, ikisini birinə verək, ikisini birinə verək, birini təm bölək. O birisi deyir ki, üçünü birinə verək, ikisini birinə verək. Müzakirədə əslində müəllimlər provokativ suallardır. Yəni necə suallardır? Nisbi düşüncə var orada. Yəni orada fikir həqiqətən əsaslandırılır və fikirlər doğrudur. Orada yanlış fikir görmürsünüz əsas olaraq. Çünki hər kəsin orada öz fikri var və baxdığınız zaman da hər kəsin baxış bucağı ilə doğrudur. Məsələn, mən 5 almanı 2 uşaq arasında ikisini birinə verib birini ata bilərəm. Və yaxud da ki, birini təm bölüb 2 yarı verə bilərəm. Və yaxud da ki, üçünü birinə verə bilərəm, ikisini birinə verə bilərəm. Verə bilərəmmi? Bu bir müzakirədir. Aydındır? Əqli hücum yaratdığınız zaman o müzakirəyə giriş hissəsidir. Və yaxud da ki, məsələn, tutaq ki, bir belə deyək də, nağıldan gəldiyiniz zaman bir əqli hücum yaradın. Məsələn, tutaq ki, nə deyək, oradan da müzakirəyə keçin. Deyir ki, bir toyuq var, toyuğun hinindən yumurta yoxa çıxıb. Görəsən o yumurtaları kimə aparıbdır? Məsələn, əqli hücum yaradaq. Uşaqlar da orada deyir ki, uşaqlar da ideyalar toplanır. Toyuğun yumurtası öz-özünə itib, o deyir, belə olub, bu deyir, belə olub. Gəlirsiniz müzakirədə, siz onu açıqlayırsınız. Deyirsiniz ki, bir uşağın cücəsi varmış və cücəsi çox acır. O da cücəsini doyurmaq üçün gedir qonşunun tinindən yumurta oğurlayır və gətirir, o yumurtanı bişirir. Sizcə düz iş görür. Burada artıq müzakirə yaradırsınız. Və uşaq da deyir ki, biri deyir ki, yox, düz iş görmür. Niyə qonşunun hinindən yumurta oğurlayır? Digər də deyir ki, axı onun cücəsi çox acı idi, ona görə oğurlanmışdı. Müzakirə belə bir şeydir. Aydındır? Açıq suallar verilməli. Müzakirə tam şəkildə budur və əqli hücumdan fərqlidir. Əqli hücum nəyə bənzəyir? Müəllimlər hər zaman müzakirə ilə əqli hücumu qarışdırır. Əqli hücum daha çox bənzəyir müəllimlər sualları. Bir müəllim olaraq, əgər bir planınızda əqli hücum yazırsınızsa, suala ehtiyac yoxdur, yazmayın. Yazırsınızsa səhv yazırsınız. Aydındır fikrim? Belə ki, əqli hücum yazır, sonra suallar yazmayaq da. Yox, ola bilməz. Əqli hücum, məsələn, müzakirə verə bilərsən əqli hücumdan sonra, amma sualları verə bilməzsən. Aydındır? Çünki əqli hücum birbaşa suallarla. Çünki motivasiyada siz o sualları verirsiniz. Aydındır? Yaxşı, diferensiallıq tələb edən iş forması hansıdır? Nətəli müəllim? Diferensiallıq olan iş forması. Fərdi iş forması. Fərdi iş formasında diferensiallıq var. Yox, diferensiallıq dedikdə cütlərlə müəllimə. Yox. Hansı iş formasında diferensiallıq var? Kollektivdə var. Necə diferensiallıq? Bəli, kollektivdə. Kollektivdə diferensiallıq var. Yəni bilirsiniz niyə kollektivdə diferensiallıq var? Gözləmə vaxtına görə var. O doğrudur, amma başqa bir şeyə görə də var. Müəllimlər problemin həllinə cəlb edirik də, uşaqlar bir problem qoyulur, həmin problemin həllində hər uşağın belə deyim, kollektiv iş formasını yazan müəllim bunu unutmamalıdır ki, əgər mən bir müəllim olaraq kollektiv iş formasını yazmışamsa, burada mən fərdidən də istifadə edirəm. Necə? Sual ünvanlayırsınız, fərdi uşaqdan soruşursunuz, düzdürmü? Suallar ünvanlamışsınız və fərdi şəkildə uşaqdan. Əslində kollektivin içərisində fərdi bir proses də var. Bunu unutmayın müəllimlər. Məsələ də burasındadır ki, mən əgər orada fərdi sual verirəmsə, diferensiallığı nəzərə alıram. Məsələn, mənim qrupumda aşağı təfəkkürlü uşaq var, yuxarı təfəkkürlü uşaq var. Birinə açıq sual lazımdır, digərinə qapalı sual lazımdır. Aydındır fikrim? Birinə hə, yox cavabı olan. Bir də ki, bir müəllim olaraq kollektiv iş formasında əgər peşəkaramsa, gözləmə vaxtı verirəm. Gözləmə vaxtı da uşağın temperamentinə görədir.
Yəni ya introvertdir, ya ekstravertdir, ya asosialdır, ya sosialdır. Məsələn, sosial uşağa gözləmə vaxtı verirəm ona görə ki, sosial uşaqlar adətən özünü göstərmək, mən buradayam bu sözə görə adətən yanlış cavab verirlər və tələsik cavab verirlər sosial uşaqlar. Necə olur? Tutaq ki, sual versiniz, tez cavab verir, amma o cavab səhv olur. Mən ona bir 30 saniyə gözləmə vaxtı, şəkəramsa 1 dəqiqəyə qaldıra bilərəm. O gözləmə vaxtını verirəm ki, düşünsün, mənə cavab versin və orada düzgün cavab versin. Asosial uşaq isə belə deyək, təfəkkürü geniş olur adətən bu asosial uşaq, amma ünsiyyət problemi var. Mən də ona gözləmə vaxtı verirəm ki, özünü ifadə edə bilsin. Aydın və burada diferensial yanaşmanı burada əslində həyata keçirilir. Aydındır fikrim? Bəli, müəllimə, çox sağ olun. Yaxşı müəllimə, bəs ən yaxın əməkdaşlıq hardadır? Cütlərlə işlədi. Özünə nəzarət harda lazımdır? Deməli, özünə nəzarət, özünə fərdi işdə. Fərdi işdə mənə nəzarət lazım deyil. Özümüzə niyə nəzarət eləyək ki? Özümüzə nəzarət niyə lazımdır bizə? Biraz səs-küy, kollektiv işdə müəllimə. Xeyr, kollektivdə də içərisində fərdilik var dedim. Axı kollektivdə də əslində bir uşaq sərbəstdir, bilirsiniz onu. Müəllim ona tək-tək verir. Yadınızda qalsın müəllimlər, özünə nəzarət bir lazımdır qrupda, bir lazımdır cütlərdə. Çünki bir uşaq özünə nəzarət eləməlidir, yanındakını nəzərə alaraq. Aydındır? Məsələn, tutaq ki, o tapşırığı qrupda axı 4 uşaqdırsa, qarşısında bir tapşırıq var. Cütdədirsə 2 uşaqdırsa, qarşısında bir tapşırıq var. Onu etmək üçün uşaq özünə nəzarət etməlidir. Qarşısındakını da nəzərə almalıdır, özünü tənzimləməlidir. Aydındır fikrim? Bunun üçün mənə qrup və cüt. Yaxşı müəllimə, heterogen qrupla homogen qrupun fərqi nədir? Heterogen qrupun müəllimə bunu bilmirəm, yalan deyim. Nə qrup müəllimə? Heterogen qrup və homogen qrup. Müəllimə, elə bir eşitmişəm hər vaxtsa dərslərində, amma dəqiq deyə bilmirəm. Axşamınız xeyir. Səhv eləmirəmsə, bu inklüziv təhsildə idi. Heterogen və homogen deyil. Orada uşaqlar diferensial yanaşmadır, əgər səhv eləmirəmsə. Axşamınız xeyir olsun Reyhan müəllimə. Axşamınız xeyir. Səhv xatırlayırsınız müəllimə. Səhv xatırlayıram, amma inklüziv təhsildə də olmalıdır. Ola bilər, mənim bütün yanaşmalarım Müəlliməm, axşamınız xeyir. Mən deyim, amma bilmirəm, dəqiq bilirəm. Buyurun müəllimə. Ola bilsin ki, terminləri düzgün uyğunlaşdırmıram. Homogen qrup, bir də heterogen qrup deyəndə uşaqların idrak səviyyəsi bir var, yüksək olan qrupda. Yox. Yox. Elə. Hə, onda yəqin səhv yadımda qal. Salam müəllim, axşamınız xeyir. Axşamınız xeyir olsun müəllimə. Buyurun. Homogenlə heterogeni keçən səfər demişdiniz, soruşmuşdum sizdə, onu qeyd eləmişdim bir yerə. Homogen dediniz deyəsən, uşaqların bilik səviyyəsi eynidir. Bəli. Elə? Bəli. Heterogen nə idi müəllimə, yadımdan çıxdı. Heterogen nə? Müxtəlif səviyyədədir. Hə, müxtəlif. Müxtəlif səviyyədə də yəqin orada diferensial olur. Fərqli templərdir. Deyim. Məsələn, müəllimə necə? Homogen qrupdasınızsa, burada oxşar səviyyədə, eyni tempdə, yəni belə deyək, bir uşaqlar var və burada nəticəni daha tez əldə etmək olur. Necə? Fərqliləşməyə az önəm verəcəm deyə. Mən müəllim olaraq prosesi bilirəm də həyata necə keçirdəcəm. Məsələn, qrupumdakı bütün uşaqlar müzakirə ilə daha yaxşı öyrənir. Və mən audial tapşırıqlara üstünlük verirəm, nəticəm də daha tez əldə olur. Bu adlanır homogen qrup. Yəni necə? Homogen, yəni üstünlük müzakirə tələb edən, audial eşidən uşaqlardır. Bir də var heterogen qrup. Heterogen qrupda müxtəlif səviyyəli uşaqlardır. Burada fərqli templər var. Məsələn, tutaq ki, fərqli templər dediyində həm audial, həm vizual, həm kinestetik fərqli tempdə uşaqlar var və bacarıqlar yeniçə inkişaf edir, düzdür. Amma burada biraz nəticəni gec əldə edə bilirsiniz. Çünki siz daim diferensial yanaşmalısınız. Çünki müxtəlif belə deyək, templər var. Heterogen qrup yadınızda qalsın, müxtəlif səviyyəli uşaqların olduğu qrupdur. Homogen qrup oxşar səviyyəli uşaqların olduğu qrupdur. Aydındır? Bəli. Çox sağ olun müəllimə, demişdiniz keçən səfər. Çox sağ olun. Aydın yəqin kimi Afaq müəllimə.
Bəli, müəllim. Aha. Axı müəllimə, gəlin sizə bir situativ sual verib, uşaqlarda ünsiyyət və sosial bacarıqlarını necə inkişaf elətdirərsiniz? Ünsiyyət və sosial bacarıqları Hı. oyun şəklində əsasən müəllimə, oyunlar şəklində, əməkdaşlıq oyunları şəklində, sujetli rollu oyunlar şəklində. Mhm. Başqa? Ümumiyyətcə müəllimə elə oyunlar şəklində də, yəni uşaqlar əsasən əməkdaşlıq eləyə və problem həll hansısa bir problem qoyub oyun şəklində onu həll eləyirlərsə, həm sosiallaşırlar, həm bir-birlərinə əməkdaşlıq edirlər. Mhm. Düzdür. Oyun şəklində edə bilərik. Ümumi olaraq biz duyğularını ifadə etməsinə şərait yarada bilərik. Qrup işləri verərəm müəllim olaraq, cütlərlə iş təşkil edərəm, müzakirədən daha çox istifadə edərəm. Düzdürmü? Bunun hamısı Bəli, bəli. sosial bacarıq. Təşəkkür edirəm Afika müəllimə. Buyurun. Siz sağ olun müəllim. Təşəkkür edirəm. Çox sağ olun. İştirak etmək istəyən müəllimə varmı? Varmı? Aynuri Yusifova, sizlə davam edək. Aha, eşidirəm müəllimə. Aynuri müəllimə, yəqin ki, didaktik prinsiplərdən xəbərdarsınız. Bəli, müəllimə, bəli. Yaxşı, orada müəllimə şəxsiyyət yönümlüdə belə bir şey var ki, uşaqlarda dəyərlərin formalaşdırılması, bir də daha çox biz dedik ki, ümumi bəşəri dəyərlər. Düzdür? Aha. Bax, oradakı ümumi bəşəri dəyər nədir? Ümumi bəşəri dəyərlər, şəxsiyyət yönümlüdə dəyərlər uşağın şəxsiyyətinin özünə yönəlir. Məsələn, uşaq özünü necə aparır, necə davranış qaydalarıdır, necə oturmaq, necə durmaq, uşaqlarla necə ünsiyyət bacarır. Ümumi bəşəri dəyərlər isə tək özünün yox, ətraf, məsələn, müxtəlif irqlərdən, müxtəlif dərilərdən, müxtəlif dilli uşaqlardan, ətraf başqa xalqların uşaqlarından ola bilər, bağçaya nümayəndə gələr, uşaq ona qarşı necə özünü aparmalıdır. Mən belə başa düşürəm. Başqa Bəşər sözü nədir müəllimə? Düz başa düşürsünüz. bəşər dünyadır da, bəşər ümumi bəşər, ümumi bəşər. İnsandır. Bəşər insandır. İnsani dəyərlər. Bax, insani dəyərlərə nə aiddir? Ümumi insan, yəni bütün insanlara xas olan dəyərlər var. Mehribanlıq, ünsiyyət, əməkdaşlıq, heç kimi xətrinə dəyməmək, incitməmək, nə bilim, başqa insani dəyərlər, paylaşmağı bacarmaq, dostluq etməyi bacarmaq. Düz. Baxın Aynur müəllim, bu sizin qarşınıza fərqli şəkildə gələ biləcək bir sualdır, bunu deyim. Bax, biri var ki, soruşsalar dəyərlər, əslində dəyərlər kateqoriyalara bölünür. Amma məsələn, şəxsiyyət yönümlüyə baxdığınız zaman orada milli və ümumi bəşəri dəyərlər var. Milli dəyər dediyimiz zaman mənim məsələn bir vətənpərvər insan olmağım və yaxud da ki, bayrağımı, gerbimi, himnimi tanımağım, ona hörmətlə yanaşmağım milli dəyərlərin içərisindədir. Ümumi bəşəri dəyər dediyim zaman ümumiyyətlə burada hörmətdir, sizin dediyiniz kimi tolerantlıqdır, qayğıkeşlik, kömək etmək, yardımlaşmaq, məsələn belə deyək ki, zorakılığın olmaması, insan hüquqlarının qorunması, vicdanlı olmaq, mərhəmətli olmaq bütün insanlara xas olan bir dəyərlərdir. Və bunu bu şəkildə görə bilərsiniz. Biri də var ki, sizə deyərlər ki, bunların hamısı müsahibə suallardır, ona görə deyirəm. Dəyərlər. Məsələn, dəyərlər dediyiniz zaman nə gözünüzün qarşısına gəlir? Məsələn, bunu kifayətlənməyin. Ümumi bəşəri, bir də tutaq ki, siz belə deyək də, milli dəyərlərdən. Məsələn, əslində ailə dəyərləri də var, sosial dəyərlər də var. Aydındır fikrim. Yəni, bunu geniş formatda qura bilərsiniz. Amma yalnız şəxsiyyət yönümlü soruşulursa, orada ümumi bəşəri dəyərlərə çox üstünlük verilir. Milli dəyərlər onun içərisindədir. Amma milli dəyərlərimiz daha çox Azərbaycançılıqdadır. Və orada məsələn, siz mənə indi deyirsiniz ki, şəxsiyyət yönümündəki milli dəyərlə Azərbaycançılıqdakı milli dəyərin fərqi nədir? İndi də bunu istəyim mən. Şəxsiyyət yönümlü ilə milli dəyərin fərqini?
şəxsiyyət yönümdə milli dəyərimiz var. Hansı ki, gerbimi tanıyıram, Aha. tanıyıram. Aha, öz fəal vətəndaş mövqeyi səriştəsidir də, o şəxsiyyət yönümlü də fəal vətəndaş yaşadığı yeri, kəndi, şəhəri, hansı meyvəsi ilə, hansı fizioloji qazıntısı ilə, məsələn, nəyi ilə, təbiət sərvəti ilə zəngindir, uşaq onu bilməlidir. Yaşadığı evi, küçəni, şəhəri, həmin şəhərin nə ilə məşhur olduğunu, məsələn, bilməlidir. Bu bizim milli dəyərimizdir. Bəs Azərbaycançılıqda Azərbaycançılıqda himnimizi, gerbimizi, vətən prezidentimizi, məsələn, xəritəmizi bilməlidir. bilməlidir. Yoxsa yox. Tanıyır. Tanıyır şəxsiyyət yönümündə. Tanıyır şəxsiyyət yönümlüdür. Azərbaycançılıqda Milli dəyərlərdə Aynura müəllimə çox geniş formatdadır. Əslində fəal vətəndaşlıq mövqeyində o məsələn yaşadığı yer kimi yox, milli dəyərlər içərisində əsas olaraq tariximiz də var, düzdür. Məsələn, tarixi abidələri ora aid edə bilərsiniz. Əsas olaraq gerbiniz, himniniz, bayrağınız, milli dəyər. Bir uşaq bunu bilib tanımalıdır. Bilib tanıması şəxsiyyət yönümlüdür. Amma gerbə, himnə, bayrağa hörmət etməsi Azərbaycançılıqdır. Ona aşiq olması Azərbaycançılıqdır. Məsələn, tutaq ki, uşaq bayraq yerə düşür, onu çevik şəkildə götürüb, öpüb alnının üzərinə qoyursa Azərbaycançılıq prinsipidir. Uşaq himnini oxuyanda əlini ürəyinin üzərinə qoyursa, o Azərbaycançılıq. Aydındır? siz Azərbaycançılıqla şəxsiyyət yönümlülüyü fərqini dediniz. Azərbaycançılıqda müəllimə hörmətlə yanaşır. Aşiqdir o milli məsələn, himninə, gerbinə, bayrağına. Şəxsiyyət yönümündə onları tanıyır. Tanıyır, bilir, cavab Bəli. verir də. Onda şəxsiyyət yönümlüdür də. Çox sağ olun müəllim, Allah Bir razı də olsun. müəllimə dünyavilik prinsipini mənə izah edin. Dünyəvilik prinsipində din dövlətdən ayrıdır. Heç bir bağçada din haqqında söhbət etmək olmaz. Bunu da yanlış İnsanlar anlamışıq. necə? Bunu da biraz yanlış anlamışıq deyəsən. Din dövlətdən ayrıdır, dinə aid olmamalı. Hə, müəllimə? Düzdür, elə öyrənmişik. Elə Bəli, din dövlətdən ayrıdır. yaxşı, Din haqqında danışmaq olmaz. Yaxşı müəllimə, Azərbaycan Respublikasının dövlət dini nədir? Dövlət dini İslam dinidir. Azərbaycan Respublikasının dövlət dini yoxdur və Konstitusiyamızın 18-ci maddəsində də göstərilir bu. Bayrağımızı məsələn yaşılı bəs təmsil eləyəndə uşaqlara Hazırki deyirik ki, baxdığınız zaman bu indiki yox deyil, elə bir şey yoxdur. Əgər bayrağın rənginə baxdığınız zaman o Azərbaycanın sərvətlərini əks etdirir. Belə bir cümlədə işlədə bilərsiniz ki, üstünlük İslam dininə verilir, amma Azərbaycan Respublikasının dövlət dini yoxdur. Bu demək deyil ki, biz dinsizik. Bu o deməkdir ki, müəllimə, ümumi olaraq inkişaf etmiş ölkələrdə, Almaniya, Amerika, İngiltərə, bu ölkələrdə belə din yoxdur. Din anlayışı maddə ilə, konstitusiya ilə verilmir. İnsanların seçimi, azadlığı ilə bağlı olan bir şeydir. Və dünyavilik prinsipi o deməkdir ki, müəllimə ümumi olaraq bu bağça dövründə deyil, amma ibtidai sinifdə oxuyan uşaqlarınız varsa, açın həyat bilgisi kitablarını. Baxın, orada nə var? Orada Yahudilik də var, Xristianlıq da var, İslam dini də var. Bəli, birinci sinifin kitabında var, hamısını göstərir. Görürsünüz. İslam dini meçidə gedir, Ay, sağ ol. Yahudi sinagoqa gedir. Niyə? Səbəb nədir müəllimə? Çünki dünya vətəndaşı yetişdiririk biz. Müasir dövr deyir ki, yalnız vətəndaş yox, dünya vətəndaşı yetişdirir. Amerikanın özündə bizdə 3 dənə dində hazırdır. Amerikada ondan çox dindir. İngiltərədə üzr istəyirəm, 50-dən çox, Amerikada 100-dən çox din örgədilir və uşaq özü bilər hansı dini seçir, hansı dinə belə deyək də ibadət edir. Aydındır. Mənim bayrağın yaşıl rəngini deyəndə Yaşıl nə deyir? rəngini müəllimə üzərində tam olaraq deyə bilmərəm. Təsdiqlənmiş qanundur ya yox, onun Azərbaycan milli sərvəti kimi görmüşəm. Bunu sizə yanlış məlumat kimi verərəm. Yəni yalan deyərəm. Amma onu deyim ki, sizə Azərbaycan Respublikasının dövlət dini qanuni olaraq yoxdur, amma üstünlük İslam dininə verilir. Bunu sizə qanun şəkildə deyirəm. Aydındır Aynura müəllimə. Və dini dünyavilik prinsipi də bizə deyir ki, dünya vətəndaşı yetişdirin. Demir ki, dindən danışmayın. Danışmayın desə, ümumi təhsildə də danışmaz. Birinci sinif ibtidaidə də danışmaz. Danışır mı orada müəllimə? Danışır, özü görmüşəm. Bəli, birinci sinif uşağımız var. İzah eləyir, sinagogu göstərir, meçidi, kilsəni göstərir. Yahudilərində, kilsə, Yahudiləri, kilsə, rus xristianları, məscid müsəlmanlarındır. Bunlar örgətilməlidir. Bu dünyavilik prinsipidir. Bax, dünyavilik prinsipi tam olaraq budur.
Aydındır? Sabah testdə necə rast gələrsiniz? Bir müəllimə müxtəlif mədəniyyətləri öyrədir uşağa. Məsələn, Yaponiya mədəniyyətini öyrədir, onun dilini, geyimini, məsələn, musiqisini, bu dünyəvilik prinsipini əks etdirir. Çünki dünya ilə tanış edirsiniz uşaqları. Aydındır fikrim müəllim? Aha, oldu, aydın oldu. Buyurun müəllimə. Aydın oldu. Çox sağ olun, siz sağ olun. Mənim Allah razı olsun. Sağ olun. Salam, axşamınız xeyir. Axşamınız xeyir. Aynurə müəllimə, necəsiniz? Yaxşı olasınız müəllim, siz necəsiniz? Yaxşıyam, sağ olun. Müəllimə, siz indi dediniz ki, bizim dövlət dinimiz yoxdur. Dövlət dinimiz xeyri yoxdur. Bəs onda niyə bayrağımızda İslamın rəngi var? İslamın rəngi əslində belə bir şey deyim də, İslamın rəngini onu tam olaraq deyə bilmərəm, amma dövlətin dindən ayrı olduğunu bilirəm. Yəni bunu tam olaraq sizə açıqlaya bilmərəm, çünki bir yerdə də oxumuşdum ki, ümumiyyətlə yaşıl rəng İslamla yanaşı həm də Azərbaycanın belə deyək də sərvətlərini əks etdirir. O mənada. Sərvətlərini, qırmızı müasirlikdir, göy də türkçülüyü bildirir, yaşıl da İslam kimi bilmişik biz aynen bəri. Yəni İslam dinimizin bayraq rəngində yəni o rəngdə dəyişmə var ya yoxdur, onu deyə bilmərəm, amma qanunən Azərbaycan qanunən deyirəm, konstitusiyada da qeyd olunub da Azərbaycan Respublikasının dövlət dini yoxdur. Aydındır? Aydındır. Və bu konstitusiya əsasındadır. Konstitusiyanın 18-ci maddəsindədir. Maddə ilə belə deyirəm sizə. Aydındır? Aydındır mənim, aydın. Başqa müəllimlər sualınız varmı? Bəli, hansı dini istəyirsinizsə seçə bilərsiniz. Aha. Keçək başqa müəllimiyə. Bir müəllimə ilə də sual cavab edib bitirək. Kimdən sual cavab edək? Əl qaldıra bilərsiniz müəllimlər. Ya səs açın, kim istəyirsə sual cavab olsun. Müəllimə, belə sual cavab edə bilərsiniz bizi, məsələn. Günayla müəllimə, hə, edərəm. Günayla müəllimə, buyurun. Bəli müəllimə, buyurun. Nəsə sual vermək istəyirsiniz? Ardıcılıqla gəlmişdik. Praktik prinsiplərdən keçək təlimin təşkili prinsiplərinə. Hə, müəllimə? Aha. Müəllimə, Bəli, buyurun. təlimin təşkili prinsiplərində idrak fəallığı nə idi? İdrak fəallığı koqnitiv materiallardan ibarət idi. Yəni orada idrak fəallığı əmələ yaransın deyə. Təxmini belə bir şey yadımda saxlamışam. Koqnitiv material. Düzdür? Məşğələ materialının koqnitiv xarakter daşımasına şərait yaradır. Bəli. Və mənim bir koqnitiv materialım var. Bir də müəllimə, əyanilik prinsipində də materialım var da, düzdür? İndi siz mənə buradakı məşğələ materialındakı koqnitiv materialla əyanilikdəki o əyani vəsaitimin fərqini mənə izah edin. Əyanilikdə yəqin müəllimə plakatlar, şəkillərdir, amma koqnitiv sırf idrakla bağlıdır da, yəni orada səhv etmirəmsə, əslində bilirdim, onu da qeyd eləmişəm harasa, amma belə. Təcrübə aparılır da o koqnitiv materialların. Yəni orada sırf koqnitiv materiallar var da idrak fəallığında, amma əyanilikdə ümumidir, səhv etmirəmsə, plakatlar, şəkillər, hansısa resurslar, yəni əyani də olan. Yox. Mənə bir material deyin, orada əyani olsun, digərində koqnitiv xarakter daşısın, idraki fəallıq yarasın. Belə bilməyəcəm mən. Yaxşı, siz mənə material deyin, mən də onu sizə izah edeyim. İstədiyiniz material deyə bilərsiniz. Koqnitivdirsə, yəqin stolüstü çap oyunları falan ola bilər də, müəllimə. Müəllimə, bir material olsun, bir dənə vəsait adı deyin, əşya adı deyin, nə bilim, obyekt adı deyin mənə. Mən onu həm sizin üçün əyaniləşdirim, həm də idraki fəallıq yaradım. Puzzle-lar məsəl üçün müəllimə. Puzzle bir əşya adıdır. Yox, yəni o didaktik material sayılmır, idrak fəallığını artıran. Məsələn, müəllimə orada top yazıb onu deyirəm.
Axşamınız xeyir olsun. Tam xeyir müəllim. Olar mı aydınlıq gətirin? Buyurun. Topu biz vəsait kimi veririk uşağa. Ancaq uşağa desək ki, top hansı formadadır, topun forması nədir? Artıq burada uşaq düşünür, uşağı bir növ idrak fəallığı, uşağı inkişafa doğru yönəldirik. Belə verə bilərik. Ancaq əyanilikdə bir tək uşaq o topdan əyani vəsait kimi istifadə edir. Uşaqlar baxın Ancaq topdur. topun rəngini və yaxud da formasını desək, artıq burada uşaq düşünür. Burada bir düşünmə var. Uşağı gələcəyə yönəlik istiqamətləndirir. Yəni uşaq idrakini işə salır. Burada idrakini işə salıb bizə cavab verir ki, müəllimə, top yumru rəngdədir, rəngi budur. Və yaxud da hər hansı bir tapşırığı uşağa veririksə, deyirik ki, burada sən bunun burasını belə eləsən, necə olar? Necə eləyə bilərsən? Bu hissəsini elə. Artıq burada eyni zamanda burada rəy vermə də gedir uşağa. Uşağı gələcəyə yönəlik yönəldirik. Bir növ konstruktiv rəy kimi. İndi mən öz fikrimi dedim. Məlahət müəllimə yaxınlaşdırın. Bəli, o uşaqda idrak fəallığı, yəni uşağın koqnitiv biliyini ortaya qoyuruq. İndi o biliyi necə ortaya qoyarıq, mən izah edeyim. Müəllimlər, bir məşğələ prosesindəyik, Məlahət müəllimə top dedi, top üzərindən gedirəm. Baxın, uşağa öyrədirəmsə, uşaqlar baxın, bu topdur. Topla biz oyunlar oynayırıq. Topu yerə vura bilərik, divara vura bilərik. Top oynaq bir, belə deyək də, oyuncaqdır. Bu oldu topu uşağa öyrətməyə. Aydındır, top haqqında məlumat verirəm və əyanilik prinsipidir. Bir də var ki, topu gətirirəm əlimdə. Deyirəm, uşaqlar, biz bugün sizdən kürəni öyrənəcəyik. Kürəni öyrənəcəyik və kürə baxın, tam olaraq top formasındadır. Mən neynədim? Məşğələ materialı vasitəsilə uşağa bir koqnitiv xarakterli bir şey öyrətdim. Yəni, topun vasitəsilə topu öyrədirəmsə əyanilikdir, amma top vasitəsilə nə isə öyrədirəmsə artıq idrakini fəaliyyətə gətirəcəm və məşğələ materialını koqnitiv xarakter daşıyacaq. Yəni, başqa bir, belə deyək də, xarakter daşıyacaq. Top yox, top vasitəsilə nə isə öyrətdim. Aydındır? Yəni müəllimə topdan olmaz da, yəni başqa bir şey olmalıdır da. Topu öyrətmədim. Topun vasitəsilə başqa bir şey. Məsələn, gətirim almanı. Almanı gətirib göstərirəmsə uşağa. Deyirəmsə, uşaqlar, baxın bu almadır, bu faydalı bir meyvədir. Almanı biz yediyimiz zaman vitaminlər qəbul edirik. Alma yaşıl sarı rəngdə olur, məsələn. Sırf almadan danışılırsa əyanilik. Bir də var, deyirəm ki, uşaqlar, baxın bu almadır. Alma A hərfi ilə başlayır. Siz mənə A hərfi ilə başlayın. Başqa hansı sözlər deyə bilərsiniz? Alma vasitəsilə A hərfini öyrədirəmsə, idraki fəallıq yaradıram. Və məşğələ materialı koqnitiv xarakter daşıyır. Materialı öyrədirəmsə, əyanilikdir. O material vasitəsilə başqa bir şey öyrədirəmsə, idraki fəallıqdır. Aydındır fikir? Bəli müəllimə. Bəli, çox sağ olun, bəli müəllimə. Şəxsiyyət yönündəki idrakla idraki fəallığını gəlin müzakirə edək, müqayisə edək daha doğrusu Aytəkin müəllimə belə bir şeydir. Şəxsiyyət yönünün idraki uşağın öz idraki ilə bağlı olan bir şeydir. Şəxsiyyət uşağın öz şəxsiyyətidir. Uşağın nəyi? Uşağın ünsiyyəti, idraki, psixomotoru dəyəri. Yəni bu onun özünə xas olan bir xüsusiyyətdir. İdrak odur ki, mən uşağa bir tapmaca verirəm, uşaq onu tapır və yaxud da ki, mən ona məsələ vermişəmsə, uşaq onu bilir. O uşağın özü ilə bağlıdır. İdrak fəallığını isə yaradan mənəm. İdrak uşağa xas olan bir xüsusiyyətdir. İdraki fəallığı müəllimə yaratmalıdır. Məsələn, dərsi keçib tapşırıq verməyim, material vasitəsilə nə isə öyrətməyim. Fəallığı yaradan müəllimdir. İdrak isə uşağa xas olan bir xüsusiyyətdir. Aydındır? Bəli. Belə. Müəllimlər, son 4 dəqiqəmiz var. Sualınız varsa buyurun, keçid artıq. Başqa suallarınız varsa cavablayım. Siz sağ olun Aytəkin müəllimə. Aynur müəllimə, bir də deyirdiniz ya o günləri ki, işçi ünsiyyət, idraki ünsiyyət. Onu sizə deyirəm də, xəyali müəllimə burada deməyik. Yaxşı, qurtulmuşda deyərəm. Ünsiyyət əməkdaşlıq forması. Müəllimə, belə dərsdən hansı günlər keçilir həftənin? Həftənin Görsə adam unudur. Həftənin hər bazar günü ödənsiz dərs təşkil edirəm. Həftədə Nə çalışacağım? Olur ki, keçə bilmirəm, üzrü sayılımda. Keçəm. Yox, müəllimə. Çox sağ olun. Siz sağ olun. Başqa müəllimlər sualınız varsa 5 dəqiqəmiz var hələ ki.
Müəllimə, qabiliyyətlərdən düşəcək görəsən imtahana. Qabiliyyətləri Bacarıq yox, qabiliyyətləri oxuyursunuz müsahibə üçün. 4 bacarığın, Yəni düş 4 dənə Hə. bacarıq düşəcək. Orada da idrak bacarığına daha çox üstünlük verin qnostik bacarığa. Çünki o sizin özünüz üzərinizdə işləməyinizdir. Qnostik bacarıq qnostik yoxsa konstruktiv müəllimə? qnostik. Qnostik bacarıq bir müəllimin özü öz üzərində işləyirsə, məsələn necə özünü inkişaf elətdirmək, nəzəriyyələri öyrənmək, yeni bir metodlar Hə. etmək, orada məsələn diaqnostik baxışı olmaq, kreativ yeni bir üsul kəşf etmək, bunun hamısı qnostikdir. Konstruktiv bacarıq isə planlı, proqramlı müəllim olmağınızdır. Bəli, bəli. Olacaq müəllimə. Çox sağ olun. Sağ ol. Müəllimə, peşə bacarıqlarından mənə sual cavab eləyin də, zəhmət versin. Yaxşı müəllimə. Uçağı ekskursiyaya aparan zaman əşyalardan məqsəd yönlü şəkildə istifadəni öyrədirsiniz. Hansı bacarıqdır? Konstruktiv, Yox. məqsəd. Gnostik bacarıq. Gnostik müəllim. Gnostik bacarığın diaqnostikidir. Niyə gnostikdir müəllim? Diagnostik. Yəni uşaqların necə dediniz, uşaqların marağına uyğun. Xeyr. Baxın müəllimə. Müasir dövr deyir ki, müəllimlər, diaqnostik müəllimsinizsə, situasiyanı əvvəlcədən görməlisiniz və belə deyək də, aktiv müəllim olmalısınız. Reaktiv müəllim isə ani şəkildə cavab verən, proaktiv müəllim qabaqlayıcı müəllimdir. Məsələn, bir zavoda və orada bir yandırıcı əşyalar var. Məsələn, tutaq ki, uşağa deyirəm ki, orada biz gedəcəyik çörək zavoduna, orada əşyalar var və siz onlara toxunmursunuz. Çünki onlar yandırıcıdır. Aydındır? Bəzən proses görür ki, yəni bu təhlükəli ola bilər. Sağ ol. Yəni orada ümumi olaraq təhlükəli ola bilər. Əvvəlcədən görürəm. Təhlükəsizliyini təmin edirəm. Gecəyin uşağın üzərinə aşma bir belə deyək ehtimalı varsa, bunu əvvəlcədən görürəmsə və yaxud da ki, belə deyək də oynadığı meydançanı düzgün şəkildə qururamsa, bir növ dəstəkləyici mühitini düzgün qururamsa, mən gnostik bacarığa malik Gnostikin diaqnostik Bəli, bəli. hissəsi. Diaqnoz qoyuruq da əvvəlcədən. Yaxşı, ekskursiyanı təşkil edirəmsə hansı bacarıqdır? Təşkilatçılıq bacarıq. Təşkilatçılıq bacarığı. Ən mühüm bacarıq hansıdır? Didaktik, bir də konstruktiv. Təşkilatçılıqla konstruktiv. Aha, əslində müsahibədə bu sual verilsə deyəcəksiniz ki, düşünürəm ki, bütün bacarıqlar vacibdir. Amma test mərhələsində elə götürəcəksiniz. Aydındır? Bəli. Yaxşı. Uşaqların qəlbinə yol tapa bilirsinizsə, Kommunikativ bacarıq. qayda, prosedur gözləntini təşkil edirsinizsə, Təşkilatçılıq bacarığı. qrupunuzda qayda, prosedur gözləntiyə ehtiyac yoxdur, amma yenə də təşkil edirsinizsə, Yenə təşkilatçılıq. yox. Yenə də təşkil edirəmsə, gnostikdir, diaqnostikidir. Çünki mənim bugün qrupumda xas vəziyyəti yoxdur, amma düşünürəm, əvvəlcədən düşünürəm ki, nə zamansa ola bilər. Hə, diaqnostik, hə. Aydındır? Bəli. Sonra müəllim. Yaradıcılıq bacarığınız harda? Yaradıcı gnostikdədir. Nəticə yönümlü müəllimsinizsə, Konstruktiv, təcrübə aparırsınızsa, gnostik, gürşələrin tələbi, konstruktiv, kukla teatrı, maarifləndirici iclaslar təşkil edirsinizsə, təşkilatçılıq, müasir yeniliklərlə əyaqlaşırsınızsa, gnostik, inteqrasiya etmək, gnostik, inteqrasiya etmək, konstruktiv, konstruktiv, səriştələri formalaşdırmaq. konstruktiv, Əslində o təşkilatçılıqdır. səriştələr, Səriştələri formalaşdırmışsınızsa təşkilatçılıq bacarığınız. Birinci səfərdə işləyirəm mən. Müəllim, uşaqlarla humanist münasibət qurmağınız. Əməkdaşlıq, kommunikativ. Yaxşı, humanist münasibət dedikdə nəyi nəzərdə tuturuq? Humanist yəni bərabər hüquqlu, humanist, demokratik. Humanist odur ki, müəllim uşağı ələ ala bilirsə,
təşəbbüskarlıq göstərirsə, o humanist demək. Humanist. Tez-tez valideyn iclası keçirdirsiniz də. Kommunikativ. Qarşılıqlı əlaqə. Əməkdaşlığa çıx müəllimdə. Doğrudur. Belə müəllimlər, zamanımız bitir, saat gecdir. İnşallah ki, müəllimlər gələcək həftələrdə görüşərik.